izləyən hər kəs salamlayıram. Binokl almaq istəyirsinizsə, bu videonu sona qədər izləmədən qətiyyən qərar verməyin. Çünki sizə düzgün binokl seçimi necə olmalıdır və nələrə diqqət edilməlidir, bu barədə ətraflı məlumat verəcəm. Videonun davamında modellərin real yaxınlaşdırma görüntülərini təqdim edəcəm ki, fərqləri özünüz aydın formada görəsiniz. Öncəliklə onu qeyd edeyim ki, gördüyünüz modellər mənim özüm istifadə etdiyim modellərdir. Burada kiçik əl binokllar var, hansı ki bunlar cib binoklu sayılır və çox kiçik ölçüyə malikdir. Bunları başlanğıc şəxslər, yəni həvəskarlar istifadə edə bilər. Şəhər gəzintilərində müəyyən ərazilərə baxmaq üçün, amma qeyd edeyim ki, onların özlərinin də kifayət qədər yaxşı göstəriciləri var. 8 dəfədən başlayıb 10 dəfəyə qədər yaxınlaşdırmaları mövcuddur. Burada gördüyünüz isə monokdur. Ancaq mən bugün sizə daha çox gördüyünüz bu premium sinif, yüksək keyfiyyətli model haqqında danışmaq istəyirəm və burada qeyd olunan bir çox şeylər var ki, onlar hər kəs tərəfindən bilinmir. Düzdür, 10-50 milyon rəqəmlər bir çox adamlar tərəfindən bilinir, amma burada özəl olan bir şeylər var və bu haqda sizə qısa məlumat vermək istəyirəm. Birinci ondan başlamaq istəyirəm ki, bütün binoklları demək olar ki, sağ gözün alt hissəsində belə bir dioptri ayarı var, hansı ki o sağa sola gördüyünüz kimi tənzimlənir. Bu nə üçündür? Bu bütün insanların demək olar ki, sağ və sol göz arasında müəyyən məsafədə fərqlilik var. Bu fərqliliyi bərabərləşdirmək üçün bu ayardan istifadə edə bilərsiniz. Ayarın tənzimlənməsi belədir ki, əvvəlcə sağ gözünüzü bağlayırsınız, sol gözünüzlə baxırsınız və müəyyən bir uzaq məsafədə hər hansı bir eyni bir obyektə baxaraq mərkəzi fokus ayarından istifadə edərək gözünüzün netliyini tam aydın formada netləyirsiniz. Artıq hədəfi tam aydın şəkildə gördüyünüzə əmin olduqdan sonra eyni qaydada sol gözünüzü bağlayaraq sağ gözünüzdən həmin eyni obyektə baxırsınız, ancaq bu dəfə mərkəzi fokuslarına qətiyyən toxunmursunuz. Artıq gözünüzün netliyini, ayarını bununla ayarlayırsınız. Plus və yaxud da minusunu gözünüzə görə bu dəyişə bilər. Bu ayar müəyyən qədər ayarlayandan sonra tam aydın şəkildə hədəfi görürsünüzsə, artıq buna toxunmursunuz. Bundan sonra bütün məsafələrdə yalnız bu ayarından istifadə edərək fokusu ayarlayırsınız. Çünki artıq bu ayar olunduqdan sonra sizin hər iki gözünüz artıq bərabərləşir və çox aydın və net şəkildə görüntü əldə edirsiniz. Bu ilk ayarımız. Gördüyünüz yazılar bu binokl haqqında sizə tam informasiya verir və qeyd edim ki, buradakı yazılar hər bir binokl eyni olmur. Modelin formasına, strukturuna və keyfiyyətinə görə dəyişir. Gördüyünüz kimi ilk yazı waterproof, yəni suya davamlı olduğunu göstərir. Siz bu binoklu istənilən hava şəraitində rahatlıqla istifadə edə bilərsiniz. İçinə toz, nəm və s. keçmir. Onu vurulsun 50. 10 rəqəmi modelin 10 dəfə yaxınlaşdığını göstərir. Yəni bu modellə siz 100 metr məsafəyə baxdıqda onu 10 metr məsafədəymiş kimi görürsünüz. Eyni qaydada 1000 metrə baxsaz onu 100 metr məsafədəymiş kimi görürsünüz. İstənilən məsafəni 10 dəfə yaxınlaşdırır. 50 rəqəmi isə qarış tərəfinin linzanın diametridir, millimetrlə. Bu rəqəm nə qədər böyük olarsa, bu binokl daha çox işıq alma qabiliyyəti olur. Qeyd edim ki, 50 rəqəmi kifayət qədər yaxşı rəqəmdir və ən çox modellərdə istifadə olunan bir rəqəmdir. Field 6.3 dərəcə. Bu isə binoklun nə qədər məsafə en olaraq göstərir. Yəni siz 6.3 dərəcədə 1000 metr məsafəyə baxırsınızsa, 110 metr enində bir ərazini görmüş olursunuz. Və gəldik ən əsas özəlliyə FMC və Bak 4 prizm. Bunlar yalnız premium sinif, yəni yüksək səviyyəli binokllarda olur. Açıqlaması isə belədir. Tam çox qat örtüklü şüşə. Bu nə deməkdir? Bu xüsusi örtük günəşli havada göz qamaşmasının qarşısını alır, rəngləri daha canlı ötürür və sizin daha yüksək keyfiyyətli görüntü almanızı təmin edir. Altındakı Bak 4 prizm yazısı isə daxili şüşə strukturunun ən yüksək keyfiyyətli materialdan, yəni barium krom şüşəsindən hazırlandığını bildirir. Bu prizma sayəsində görüntünün kənarlarında heç bir qaralma olmur və işıq itkisiz gözünüzə çatır. Özüm istifadə etdiyim üçün əminliklə deyə bilərəm ki, bu model insan gözündən daha təmiz göstərir. Çünki insan gözündən daha yaxşı işıq qəbul etmə funksiyası var. Və günün alatoran vaxtı, dumanlı vaxtlarda, səhər tezəndən kifayət qədər yüksək görüntü təqdim edir və ovlarda, belə deyək, yüksək sürətli yarışlarda, quş saxlayanlar havada quşun izlənməsində və s. bu kimi işlərdə yüksək keyfiyyət və yüksək görüntü təqdim edir. Bu videonu mən sizin çox saylı suallarınıza görə məlumat xarakteri çəkmişəm. Yəni hər hansı satış məqsədi güdmür, amma istəsəz mağazamızda gördüyünüz modellərin bir çox versiyaları mövcuddur. Əgər siz də seçiminizə köməkli istəyirsə, bizim səhifədəki nömrəmizə əlaqə saxlayın. Biz sizə seçiminizə düzgün istiqamət verək. Videonu da bəyənib paylaşmağı unutmayın. Nə sualınız varsa rəylərdə yazın, hamısı cavab verməyə çalışacaq.